Qardaşım, yəni bu kitab həqiqətən heç başqa İslam ölkələrində də, İran kimi, İraq kimi, nə bilim başqa yerlərdə də bu cür əhatəli bir kitab yoxdur. Mənim rastıma çıxmayıb. Bu kitabı çünki mən təhqiqat aparanda hələ araşdırmışam ki, bu barədə heç olmasa bir nə isə varmı? Çox az şeylər var, traktat kimi. O da bəzi mövzular. Məsələn, bir dənə mövzu çıxdı. Məhəmməd Hənəfiyyə Kərbəla mövzusunda niyə Kərbalada olmayıb? Traktat idi, balaca bir traktat idi. İranda kimsə yazmışdı. O kitab deyildi. Amma bu kitab bütöv əhatəli şəkildə hamısı barədə məlumat verir. Məhəmməd Hənəfiyyənin doğulmasından ölümünə qədər bütün yəni vaxtı burada qələmə alınıb, həmçinin onun həyatı fonunda Həzrət Əlinin vaxtında olan döyüşlər, Muaviyyə ilə, nə bilim kimlə necə oldu, sonradan İmam Həsənin, İmam Hüseynin vaxtında nələr baş verdi, həmçinin nə bilim Kərbala hadisəsi, Muxtarın qiyamı, başqa hadisələr hamısı burada qələmə alınıb və Məhəmməd Hənəfiyyə həmin o dövrlərdə nə edirdi, nə işlə məşğul idi, bütün hadisələr onun həyatı fonundadır. Və mümkün deyil ki, bir adam, yəni əminliklə deyirəm bunu, kimsə oxusun və qayıdıb desin ki, bu kitab maraqlı deyildi, yaxud da mən bu kitabdan heç nə öyrənmədim. Mümkünatı yoxdur. Kitab da çox sadə dildə yazılıb və hər kəsin başa düşməsi üçün yazılıb. Yəni hər kəs bunu başa düşsün deyə elə yazmışam ki, sadə bir dildədir.